Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Bugün biz sizlə çay və qayaq məsələlərinə baxacağıq. Elə isə gəlin başlayaq. Deməli, belə bir məsələdir. Düz xəttli bir yolda, demək, şimaldan cənuba doğru hərəkət edən X, Y və Z avtomobillərindən X-in Y-ə görə sürəti şimal istiqamətində 10 metr/saniyə, Y-in Z-ə görə sürəti isə cənub istiqamətində 6 metr/saniyədir. Bizdən soruşur, Z-in X-ə görə sürəti aşağıdakılardan hansıdır? Hər üçü şimaldan cənuba doğru getdiyi üçün, hər üç avtomobil üçün biz bu şəkildə istiqaməti göstərə bilərik şimaldan cənuba doğru. Bu belə. Daha sonra bizə deyir ki, X-in Y-ə görə sürəti demək, şimal istiqamətində 10 metr/saniyədir. Bunu təsəvvür eləsək, bu nə deməkdir? Bu deməkdir ki, Y X-i geri gedirmiş kimi görür. Sanki geri gedir. Doğrudan da biz gündəlik həyatımızda yolda gedən avtomobilləri də müşahidə aparsaq, tutaq ki, biz düz xəttli yolda gedirik, bizim yanımızdan da başqa bir avtomobil gedirsə, əgər biz ondan sürətliyiksə, onun geri getdiyini görəcəyik. Yox, o bizdən sürətlidirsə, onun irəli özümüzün sanki geri getdiyini görəcəyik. Yox, əgər bərabər sürətlə gediriksə, hər ikimiz eyni sürətlə gediriksə, sanki hərəkət etmirmiş kimi görəcəyik onu, əgər bizdən onun sürəti eynidirsə. Demək, əgər Y, X-i sanki şimala gedirmiş kimi görürsə, bu deməkdir ki, Y-in sürəti X-dən 10 metr/saniyə çoxdur. Əgər mən Y-in sürətinə V desəm, X-in sürəti V-10 olar. İndi Y və Z-i müqayisə edək. Y-in Z-ə görə sürəti isə 6 metr/saniyədir. Yəni Y-in sürəti Z-in sürətindən 6 metr/saniyə çoxdur. Deməli, Z-in sürəti isə Y-in sürətindən bu şəkildə yaza bilərəm ki, 6 metr/saniyə azdır. İndi bizdən istəyir, Z-in X-ə görə sürəti hansıdır? İndi biz müqayisə etməliyik. Z-in sürətini bu aldıq. Deməli, X-in sürətini də bu aldıq. Z-in sürətindən X-in sürətini çıxanda, əlbəttə ki, bu şəkildə yazsaq, cavabımız 4 metr/saniyə qalacaq. Hansı istiqamətdə? Cənub istiqamətində. Çünki Z-in sürəti X-in sürətindən gördüyümüz kimi çoxdur. Demək, 4 metr/saniyə günəyə doğru. Demək, növbəti məsələmizdə düz xəttli yolda hərəkət edən X, Y, Z avtomobillərinin sürətləri yerə görə göstərilibdir. Bizdən nəyi soruşur? Demək, Y avtomobilinin sürücüsü X-i cənuba gedirmiş kimi, Z-i isə şimala gedirmiş kimi görür. Buna görə hansı avtomobil dəqiq olaraq demək, cənuba gedir, buna baxacağıq. İlk öncə baxaq. Y sürücüsü X-i cənuba gedirmiş kimi görür. Bu nə deməkdir? X-in Y-ə nəzərən sürəti cənuba doğrudur. X-in Y-ə nəzərən sürətinin demək, cənuba doğru olması nə deməkdir? Baxaq. Əgər, misal üçün, Y şimala doğru getsə V sürəti ilə şimala doğru getsə, X də tutaq ki, şimala doğru gedirsə 2V sürəti ilə, onda onun X-in Y-ə nəzərən sürəti onsuz da şimal istiqamətində olacaqdır. Deməli, X şimal istiqamətində getmir. Əgər biz cənub istiqamətində yazsaq, bu halda X-in Y-ə nəzərən sürəti, bəli, cənub istiqamətində özdə 3V-dir. Və yaxud Y cənub istiqamətində V ilə hərəkət edərsə, bu dəfə də X-in Y-ə nəzərən sürəti cənub istiqamətində V qədərdir. Deməli, hər iki halda X demək, cənub istiqamətində hərəkət edir. İndi Y-ə Z-ə baxsaq, demək, Z-i isə şimala gedirmiş kimi görür Y. İndi baxaq, Z şimala 2V sürəti ilə gedir, Y də şimala V sürəti ilə getsə, Z-in Y-ə nəzərən sürəti V qədər və şimala doğru olacaq. Əgər Y cənuba doğru getsə, bu zaman
Z-in Y-ə nəzərən sürəti 3V və yenə də şimala doğru olacaq. Deməli, Z şimala doğru gedir, bu heç, X cənuba doğru gedir. Y isə gördüyümüz kimi həm dəyişə bilirik, həm şimala doğru götürə bilərik, həm cənuba doğru götürə bilərik. Bizdən isə dəqiq olaraq soruşurdu ki, kəsinliklə dəqiq olaraq hansı cənuba doğru gedər? Əlbəttə ki, yalnız X. Y-i dəyişə bilirik, Z də şimala doğru hərəkət edir. Növbəti məsələmizə baxsaq, çayın sürəti VAV sabitdir və çayda A nöqtəsindən B nöqtəsinə doğru çay istiqamətində motorlu qayıq hərəkətə başlayıb və 20 saniyə B nöqtəsinə çatır. Daha sonra B-dən A-ya qayıdır, bu dəfə də 30 saniyə çatır. Bizdən soruşulan isə motorlu qayığın suya görə sürətinin deməli qiymətidir. Biz A-dan B-yə qədər olan məsafəni bir S ilə işarə etsək, A-dan B-yə qədər getdikdə demək motorlu qayığın sürəti ilə çayın sürətini toplayıb bir deməli T1 müddətinə vuraram. İkinci halda isə qayıtdıqda B-dən A-ya demək, motorlu qayığın sürətindən çıxaram çayın sürətini, vuraram T2 müddətinə. Əlbəttə ki, müddətlər burada var və biz buradan V üstə gələk V çay bərabərdir. S 120 metr verilib. Birinci halda da T1 20-dir. Bu 6-ya bərabər olacaq 120-nin 20-yə nisbəti. Digər tərəfdən V çıxılsın V çayda bərabərdir. 120-nin 30-a nisbəti olacaq 4. Buradan 2V bərabər 10-dursa V-ni biz 5 taparıq. Yəni motorlu qayığın sürəti 5 metr bölünsün saniyədir. Sonra növbəti məsələdə demək çayın sürətinin sabit və sahilə paralel olduğu çayda O nöqtəsindən X, Y, Z deməli sürətləri ilə üzgüçlər hərəkətə başlayır və qarşı sahilə çıxma müddətləri arasında hansı münasibət doğrudur deyə soruşulur. Biz bunun üçün deməli Y ox üzrə proyeksiyadan istifadə edirik. Deməli, çayın eninə qəbul etsək ki, 4 damadır və çayın eni bir L deyək. Birinci də deməli, biz L ümumiyyətlə tapmaq üçün hər bir üzgüçünün Y ox üzrə, yəni ümumi olaraq sürətin Y ox üzrə proyeksiyasını zamana vurmaqla taparıq. İndi gəlin bir baxaq. X üzgüçüsünün Y ox üzrə sürəti 1 bölgüdür. Buna X üzgüçüsünün Y ox üzrə proyeksiyası yazıram. Yəni VXY qeyd edirəm ki, 1 bölgüdür. Onda əlbəttə ki, L məsafəsini, yəni çayın enini keçmək üçün VXY vur TX yazacağım bunu, yəni X üzgüçüsünün zamanı. Buradan TX L bölünsün VXY, yəni 4 bölünsün 1 bərabər 4 saniyə olacaqdır. Daha sonra Y üzgüçüsünün proyeksiyasına baxaq. Y üzgüçüsünün Y ox üzrə proyeksiyası 2 bölgüdür. Onda mən Y üzgüçüsünün Y ox üzrə proyeksiyasını 2 bölgü alıramsa, L-də VY vur TY yazaramsa, buradan TY 4 bölünsün 2 bərabərdir 2 saniyə olar. Bu TY. Daha sonra Z üzgüçüsünün də Y ox üzrə proyeksiyasına baxsam 1 bölgüdür. Onda L bərabər VZ Y vur TZ yazsam, buradan TZ bərabərdir L bölünsün VZ Y, yəni 4 bölünsün 1 bərabərdir 4 saniyə alıram. Yəni biz birbaşa Y ox üzrə proyeksiyalar taparaq da zamanı müqayisə edə bilərik. Deməli, TY bu qədər, TX bu qədər, TY bu qədər, TZ də bu qədər oldu. Baxsaq ki, TX ilə TZ bir-birinə bərabər və böyükdürlər TY-dən. Belə bir cavabımız demək C variantında olacaqdır.
Demək, əgər biz çayın sahilinə, yəni qarşı sahilə keçmək üçün zaman tapmaq istəyiriksə, bu halda biz y ox üzrə toplanandan istifadə edə bilərik. Y ox üzrə proyeksiyadan istifadə edirik. Növbəti məsələmizdə demək, çayın sürətinin sabit və sahilə paraleldir yenə və ya olduğu çayda Vx sürəti ilə üzgüçü başlayıb hərəkətə və qarşı sahilə hansı nöqtədə çıxacaqdır. Biz əvvəlcə üzgüçünün proyeksiyalarını ala bilərik. Üzgüçünün y ox üzrə proyeksiyası və x ox üzrə proyeksiyası. Daha sonra bizə lazımdır zamanı tapmaq. Çayın qarşı sahilinə, yəni el məsafəsini qət etmək üçün mənə y ox üzrə proyeksiya lazımdır. Buradan t-ni tapsam, eli Vx y-ə bölərəm. L 4 bölgüdür, Vx y isə 2 bölgüdür. Onda bu 2 saniyə olacaqdır. Daha sonra mən başladığım nöqtədən hansı məsafədə çıxaram? Buna lazımdır mənə x ox üzrə proyeksiya və çayın sürəti. Və fikir versəm, çayın istiqaməti ilə x ox üzrə toplananın istiqaməti bir-birinə əksdir. Onda mən bir s məsafəsini tapmaq istəyirəmsə, x ox üzrə toplanandan çıxaram çayın sürətini, vuraram t-yə. X ox üzrə toplanan 2, çıxılsın çayın sürəti 1 bölgüdür. Vurulsun t də 2-dir. Onda olacaq demək 2 bölgü. Deməli 2 bölgü aldıq. Yəni çay boyunca 2 bölgü məsafə qət edər. Yəni əslində bu hansı nöqtədə çıxacaq? Demək M nöqtəsinə qarşı sahilə çıxar. Başladığı nöqtə ilə qarşı-qarşıya olan nöqtə yox, ondan sağdakı 2 nöqtə olacaqdır. Növbəti məsələmizdə yenə çayın sürəti sabit və sahilə paralel və veyadır. Və o nöqtəsindən yerə görə, burada artıq diqqətli olaq, yerə görə sürəti VK sürəti ilə üzməyə başlayan üzgüçün hansı nöqtədə qarşı sahilə çıxar? Buradan biz proyeksiya ayırsaq, VKY, VKX və çayın enini də bilirik ki, el məsafəsi 3 bölgüdür. Bu el məsafəsini VKY vur T yaza bilərəm. Buradan T-ni tapsam, el bölünsün VKY yazsam, demək 3 bölünsün 1 bölgü, VKY 1-dir. Alaram 3 bölgüdür. Və mənim deməli, qarşı sahildə gedəcəyim məsafə S, yəni x ox üzrə gedəcəyim məsafə S isə, indi burada diqqətli olaq. Biz artıq buradakı KX dediyimiz hazır üzgüçünün sürəti ilə çayın sürəti nəzərə alınmış formasıdır. Ona görə mən birbaşa KX vur T yazacağım. Ona görə də KX də 1 bölgüdür, T də 3-dür. Alıram 3. Deməli 1 C nöqtəsində qarşı sahilə çıxacaqdır. Demək doğru cavab C variantı olacaq. Növbəti məsələyə baxsaq, çayın sürəti sabit və sahilə paraleldir. Biz tapmalıyıq hər iki üzgüçünün qarşı sahilə çıxma müddətlərinin nisbətini. Biz çayın enini bu şəkildə qəbul etsək ki, və L sabitdir. Onda mən tutaq ki, L üçün yazaram X üzgüçüsünün Y ox üzrə proyeksiyası TX və Y üzgüçüsünün Y ox üzrə proyeksiyası TY. Onda TX-in TY-ə nisbəti bərabər olar VY-in bu şəkildə nisbətinə. Onda mən buradan digər proyeksiyanda əlbəttə ki, görə bilirəm ki, 2 bölgüdür. Onda mən 2-nin 3-ə nisbəti olaraq yaza bilirəm. Doğru cavab D variantı olacaq. Daha sonra növbəti sualımızda axın sürəti sabitdir və sahilə paraleldir. O nöqtəsindən Y və X vektorları ilə üzməyə başlayan X və Y üzgüçlərinin X və K nöqtəsinə qarşı sahilə çıxırlar. Buna görə Y hansı nöqtədə qarşı sahilə çıxar? Deməli,
X K nöqtəsində burada çıxacaq. Y isə harda çıxır onu soruşur. Deməli, biz yenə çayın enini bu şəkildə qeyd edək və X üzgüçüsünün Y oxu üzrə proyeksiyası 2 bölgüdür və ilk olaraq qeyd edirik ki, L bərabərdir X üzgüçüsünün Y oxu üzrə proyeksiyası vur T. Buradan da mən T-ni tapsam, L-i Vx Y-ə bölərəm. L 4 bölgü bölünsün 2, T-ni 2 saniyə tapıram. Və X üzgüçüsünün K-da çıxdığını görürəm, bilirəm şərtdən. Ona görə də X üzgüçüsünün X oxu üzrə proyeksiyası da mənə lazımdır. İndi gəlin baxaq. O nöqtəsindən hərəkətə başlamışdı və elə qarşıdakı nöqtədə də çıxıb. Bu deməkdir ki, X üzgüçüsünün X oxu üzrə proyeksiyası elə çayın sürətinə bərabərdir. Bu da elə 2 demək bölgüdür. İndi gəlirik Y üzgüçüsü üçün. Y üzgüçüsünün elə Y oxu üzrə proyeksiyası var təkcə. Onda o L məsafəsini, o da demək 4/2, 2 saniyəyə keçər. Və hansı nöqtədə olacaq? Onu da gəlin baxaq. Y üzgüçüsünün X oxu üzrə proyeksiyası yoxdur. Onda onun gedəcəyi məsafə təkcə çayın sürəti vurulsun T zaman olacaq. Onda çayın sürətini biz bayaq tapdıq 2-dir. 2-ni vuracağıq bu zamana, 2 alacağıq 4. Deməli, başladığı nöqtədən 4 bölgü məsafədə 1 bölgü, 2 bölgü, 3 bölgü, 4 bölgü. Deməli, qarşı sahildə P nöqtəsində çıxacaqdır. Demək, doğru cavab D variantı olacaq. Növbəti məsələmizə baxaq. Növbəti məsələdə isə demək, çayın sürəti indi sabit və paraleldir. Sahilə və A nöqtəsindən suya şəkildəki göstərilən formada daxil olan sürət vektoru sahilə bu cür bucaq əmələ gətirən üzgüçü daxil olur və 15 saniyə sonra B nöqtəsindən qarşı sahilə çıxır. Biz yenə də burada proyeksiyadan istifadə edəcəyik və tapacağıq çayın sürətini. Və V sürətinin X oxu üzrə və Y oxu üzrə proyeksiyalarını bu şəkildə yazırıq. Və çayın enini L qəbul edirəm və Y oxu üzrə proyeksiyadan istifadə edəcəm. V, Y vur T. Və burada demək, V sürətinin demək, sinus 37 üzrə proyeksiyası vur T bərabərdir L məsafəsinə. Sinus 37-də 0,6, T isə 15 saniyə olduğuna görə buradan mən çox asanlıqla V-ni tapa bilirəm. V 10 metr bölü saniyə olacaqdır. V-ni tapdıqdan sonra onun X oxu üzrə proyeksiyasını tapıram. Niyə? İndi onu izah edək. Mən A nöqtəsində hərəkətə başlamışam və B nöqtəsinə qarşı sahilə çıxmışamsa, mənim X oxu üzrə toplananım elə çayın sürətinə bərabərdir. Və mən V sürətini tapmışamsa, onun kosinus 37 dərəcədəki qiymətini tapsam, elə Vx-i, yəni V çay tapmış oluram. 10 vur 0,8 bərabərdir 8 metr bölü saniyə. Demək, C variantı olacaqdır. Növbəti məsələmizdə çayın sürəti sabit və sahilə paraleldir və O nöqtəsindən iki üzgüçü hərəkətə başlayıb, X üzgüçüsü və Y üzgüçüsü və onlar K nöqtəsində qarşı sahildə çıxırlar qarşı tərəfə və bundan sonra bizdən X üzgüçüsünün müddətinin, yəni üzdüyü müddətin Y-in üzdüyü müddətə nisbətini soruşur. Biz bunun üçün nisbəti tapmaq üçün belə bir ifadə yaza bilərik. X üzgüçüsünü qarşı sahilə, yəni sahil boyunca sürükləyən, aparan sürət çayın sürətidir. Ona görə də onun qarşı sahil boyunca qət etdiyi məsafə 3D məsafəsi çayın sürətinin hesabına olmuşdur. İndi biz burada müqayisə aparmaq üçün baxaq görək, bəs Y üzgüçüsünü
çayın sürəti nə qədər aparıbdır? Əgər çayın sürəti təsir etməsəydi, y üzgüçüsü bu nöqtədə çıxacaqdı öz sürətinə görə. Amma çayın sürəti onu bu qədər sürükləyib K nöqtəsinə gətirib. Deməli, D məsafəsini y üzgüçüsü çayın hesabına gəlibdir. Və biz buradan demək Tx-i Ty-ə bölsək, 3D-ni D-yə bölərik və nəticədə 3 alırıq. Doğru cavab A variantı olacaq. Yenə də çayın sürəti sabit şəkildə verilmişdir və A nöqtəsindən 4 üzgüçü hərəkətə başlayıb və B nöqtəsindən eyni məsafədə çıxacaq olan üzgüçlər soruşulur bizdən. Biz nə edəcəyik? Hər birinin deməli zamanını tapmalıyıq ki, nə qədər zamana gediblər. Bunun üçün də y oxu üzrə bizə proyeksiya lazım olacaq. Deməli, ilk öncə biz hər birinin y oxu üzrə proyeksiyasını müəyyən edək. Ondan sonra zamanını tapaq, sonra x oxu üzrə qət etdiyi məsafəyə baxaq. Deməli, x üzgüçüsünün y oxu üzrə proyeksiyası 1 bölgüdür. Onda mən deməli Tx-i tapmaq üçün burada çayın enini də qeyd edək 4 bölgüdür. Mən Tx-i tapmaq üçün 4'ü çayın enini bölürəm 1 bölgüyə. Bu olacaq 4. Daha sonra y üzgüçüsünün y oxu üzrə proyeksiyası 2 bölgüdür. Ty-i tapmaq üçün çayın enini 4'ü bölürəm 2'yə. Bu olur 2. Daha sonra Tz bərabərdir. Z də onsuz da y oxu üzrə proyeksiyası onsuz da 2'dir. Bu da yenə 2 olacaqdır. Daha sonra T üzgüçüsü üçün y oxu üzrə proyeksiya 1'dir. 4 bölü 1 bərabər 4 yazıram. Daha sonra B nöqtəsindən qət edəcəkləri məsafə, yəni B nöqtəsindən uzaqlıqlarını tapmaq üçün tutaq ki, x-in qət etdiyi məsafəni tapmaq istəyirəm. X-in qət etdiyi məsafəni mən Sx yazım. Bu belə olacaq deməli. X-in x oxu üzrə proyeksiyasını artıq mən bilməliyəm. X-in x oxu üzrə proyeksiyası bu şəkildə 2 bölgüdür. Onda mən həmin o 2 bölgüdən çıxıram çayın sürətini. Gördüyümüz kimi çayın sürəti burada 1 bölgüdür. Bunu çıxıb vururam deməli müddətinə. Tx-imiz də 4 idi. Bu olacaq 4. Bu B nöqtəsindən 4 bölgü məsafədə çıxacaq. Yəni demək 1, 2, 3, 4 bu nöqtədə qarşı tərəfə çıxacaqdır. Daha sonra Sy bərabərdir. X oxu üzrə proyeksiyası o da 2 bölgüdür. Onda 2 çıxılsın 1 vurulsun. Ty-imiz 2'dir. Bərabər olacaq 2. Bu artıq B nöqtəsindən 2 bölgü məsafədə çıxacaq. Deməli, buraya yazıram x, buraya yazıram y. Daha sonra Sz bərabərdir. Z-in x oxu üzrə toplananı yoxdur, y oxundadır. Onu sadəcə çayın sürəti vurulsun zaman yaza bilirəm. Çayın sürəti 1 bölgü və zaman da 2 olacaq, demək 2. Daha sonra T üçün yazsam, T üçün demək T'nin x oxu üzrə proyeksiyası 1 bölgüdür. 1 çayın sürətinin eyni istiqamətdədir deyə toplayıram, vururam. Zamanı da T'də 4'dür. Bu da olacaq demək 8. Baxsaq ki, hər biri üçün nə qədər məsafə qət ediblər? Demək x4, y2, z2, t'də 8. Eyni olanları bizdən istəyirdi. Demək y və z eyni uzaqlıqda qarşı sahilə çıxacaqlar. Doğru cavab olacaq D variantı. T1, T2 nisbətini tapmaq istəyirəmsə, T1 bölü T2 bərabər olacaq. K ilə K-yə bərabərdir əlbəttə. Onda V1 çıxılsın V çay, bölünsün V1 üstəgəl V çay yaza bilirəm. Fərqləri olacaq
5V-dən 2V-ni çıxıram 3V. Cəmləri də olacaq 5V üstəgəl 2V olacaq 7V. Nisbətləri isə 3/7 nisbətində, yəni D variantı olacaq. Belə, əziz müəllimlər, bu cür suallara baxdıq sizlə. İzlədiyinizə görə çox sağ olun. Bəyənə bilərsiniz, rəylərinizi qeyd edə bilərsiniz. Çox sağ olun.